Deməli, indi işıq kvantından qəbul suallarına baxacağın. Bizə deyir fotoeffekt zamanı enerji 8 elektron volt olan fotonun çıxartdığı elektronun kinetik enerjisi 6 elektron voltdur. Çıxış işini hesablayın. Rahat sualdır. Bilirsiniz ki, fotoeffekt üçün Einstein tənliyindən Y foton bərabərdir. A A çıxış çıxış plus üstə gəl yekilik. Y kinetikdir. Və bu ifadədən əgər A çıxışı tapsam, A çıxış bərabərdir Y foton çıxılsın Y kinetik. 8-dən 2. 6-sını çıxdıq 2 elektron volt. Amma cavabı elektron voltu da açmalıyıq, joula çevirməliyik. Aşağıda verib. 3,2. 2 vuraq 1,6 vuraq 10 üstü mənfi 19. Cavab 3,2 deməli vurulsun 10 üstü mənfi 19. Onlarsa var idi. Belə yox idi bax İcit. Bax bilsən bu sual hansı formada qarşımıza çıxacaq indi irəlidə? Biz bunu alacağıq. Deyəcək elektron voltla ifadə elə. Yəni cavab 2 olacaq. Hmm. O form. Heç nə dəyişməyib. Bax tamamilə eyni şeylərdir. Sadəcə bu formaya gəlib 2 kimi Tərsinə. qalacaq. İkinci sual. Deməli, fotocəryanın gərginlikdən asılı qrafikinə görə vahid zamanda katodun səthindən qopan elektronların sayını müəyyən edin. Baxın, fotoeffektin qanunlarından birində deyilir ki, doyma cəryan şiddəti işığın intensivliyindən, yəni saydan asılıdır. Gərginlikdən asılı deyil. Say məsələsi gördünüzsə sizi maraqlandıran bunlar olsun. Baxıram ki, i Düz doyma asılı. 2 bərabərdir 1,5 i doyma 1'ə. Görün yazdığımı başa düşürsünüz qrafikin üstündə. Və bu Bəli. bərabərliyi anlamadınız yazdığımı. Başa düşdüm. Bu bərabərliyi gördünsə birbaşa yaza bilərsən. N2 bərabərdir 1,5 N1'ə. Baxın, bu u'ların bununla bir əlaqəsi yoxdur ha. Çünki doyma cəryan şiddəti və qopan elektronların sayı yalnız intensivlikdən asılıdır. Yəni bunlar bir-biri ilə bağlıdır. Çünki i doymanın düsturunu bilirsiniz ki, n'yə bölünsün t'dir. Müəllim intensivlik P-ni də versə P1, P2 1.5 P1 olar da. İntensivlik P ilə işarə olunmur, J ilə işarə olunur. Rigid. NJJ, bəli, Aha, bəli. elə olacaqdı. Üçüncü Mən sual. sürəti yaradıq. Bəli Leyla. Sürəti istəsək Hə, Selcan. yaradıq. Bir də de Selcan, eşitmədim. Sürəti istəsəydi, odan kök Hə, alırdı. sürət desəydi, artıq sürəti müəyyən eləyəcəyimiz hissə bilirsən ki, bulardır. Axı kinetiklə əlaqələndirirəm. Mən Onda belə bir inventariy düstur sözcüyə yazacağam görə. Selcan. Yazacağam ki, EU bərabərdir mv kvadratı bölü 2 və v-ni tapanda kök altda 2 EU bölünsün m-dir. Yəni v u-dan necə asılıdır? Kök altı düz. Onda buradan belə alardım ki, v2 bərabərdir 1,2 v1-ə. Bir təmizdə 44-dən kök aldım. Anladın Selcan? Bəli. İrəlidə zaten elə sual məncə çıxacaq qarşımıza. Məsələn, buna baxırıq, say deyir yenə. Sayları Bəli. müqayisə edin. Yenə bizi maraqlandıran, baxın, saydan 1,4 danışılanda volt yalnız protokol. bunlardır. Doyma hissələri. Ona görə də yazırıq ki, elə N2 bərabərdir 1,4 N1-ə. Bəli. U-ya nə vaxt baxırdıq dediniz? Bax, fotoeffektin qanunu 2 dənə əsas qanunu var. Üçüncü qanunu o minimal sərhədlə bağlıdır. Onu qoyaq kənara. Qanunlarından birində deyirik ki, Nurəli, qopan elektronların sayı, doyma cəryan şiddəti yalnız işığın intensivliyindən asılıdır. Ya bunlar bir-birindən asılıdır. Amma U-dan asılı deyil, kinetikdən asılı deyil. Hı hı. Bir də ki, Bəli. sürət, impuls, kinetik, gərginlik, bunlar hamısı tezlikdən, dalğa uzunluğundan və enerjidən asılıdır. Bunlar bir qrupdadır, digərləri o biri qrupda. Sürəti desə, kinetiki desə artıq aşağıya baxarsan. Amma doymanı desə, ya da ki say desə yalnız yuxarıya, yəni doyma hissəsinə. Aydın oldu. Dördüncü Bir sual. də ekran görüntüsü götürün ben. Çox sağ olun. Burada fotonun kütləsinin onun dalğa uzunluğundan asılı qrafiki hansıdır? Yenə qeyd edirəm. Əslində belə suallar artıq qəbul olunası suallar deyil. Belə sual qarşınıza gəlməz. Çünki bu relativistliklə bağlı olan bir şeylər idi. İmpulsla əlaqələndirib gətirə bilərik? Bəlkə. İmpulsun düsturu necə idi? Tərs icazsızdır, yoxsa Tərs olacaq, bəli. H bölü lambda var idi. Bunu da bərabər edirik MV-yə. Yenə deyirəm, amma belə yazmaq doğru deyil əslində qalsa MC yazaq.
Heç olmasa. Yəni belə də olar. HC bölünsün lambda bərabərdir MV kvadrat bölü 2. Və o da olar. Enerjilərin bərabərliyindən. MC yazılır. Ya bu Yəni H düsturdan bölü lambda hardan çıxardınızsa? digit foton impuls düsturudur. Çünki foton impulsunu tapanda Y bölünsün S yazırıq buna. Y-nin yerinə yazırıq H-nü böl S. Nü böl S-ni də lambda götürür. Yəni S bölünü lambdadır. Ona görə H böl lambdadır. Hı. Axı S bərabərdir lambda nüdür Leyla? Bəs Bunu Y bildim. bölsə hardan gəlir? Bu İmpulsda kütlənin sürəti impulsun düsturudur. Enerjini elə bil ki MC kvadratıdır. MC kvadratını S-yə böləndə MC qalır da. Kütlə vuraq sürətdə bizə impulsu verir. Yəni bir dənə yuxarı gələ Bir də bilərsiniz. saniyə Ecid, bunu yekunlaşdırın. Bu ifadədən əgər biz M-i tapası olsaq, M bərabərdir H bölünsün S vur lambdadır. Yenə deyirəm, amma belə sual gəlməz onsuz da bizə. Lambdadan tərs aslı deyib düzü götürürəm. Bunu silim. Aha, müəllim şey eləyirsiniz də, MC kvadratında MC vur S yazırsınız, MC Ana. MP yazırsınız. Nə bildim. Gəldim yuxarıya. Hə, enerjiymiş, tamam. Bildim. Sonra fotonun kütləsinin onun enerjisindən asılılığıdır. Bu da fotonun kütləsinin enerjisindən asılılığı əslində Y bərabərdir MC kvadratıdır. Buradan M-i tapanda Y böl S kvadratı. Yenə deyirəm, belə şeylər gəlməz qarşımıza. Bu relativistiklə bağlıdır. Yəni artıq qəbuldan çıxarılıb belə şeylər. Amma hər ehtimala da sualdır da qarşımıza çıxıb həll edək. O MC kvadratın deltası yazmaq olar. Olar Ecid. Kütlə defektinə görə deyirsən də. Bəli. O elə bir rabitə enerjisini düsturdur. Bir də ki, sükunət enerjisi var. Məsələn, bir zərrəciyin sükunət enerjisini tapanda onun kütləsini vurursan S kvadratına. 6. Hansı qrafik fotoeffekt zamanı metaldan çıxan elektronların maksimal kinetik enerjisinin tezliyindən asılılığını düzgün ifadə edir? Düzdür. Burada qrafiki bilirik. Grafikin bu olduğunu bilirik. Amma bunu əsaslandırmamız lazımdır. C deyən var idi burada. Yox. Eşkin C demişdin. Yox, heç bir söz deməmişəm. Tamam. Burada biz düsturu yazacağın ki Y kinetik bərabərdir. Y foton çıxılsın A çıxışa. Və bu düsturu biraz dəyişdirək. Necə dəyişdirək? Y fotonun yerinə yazıram H-nü, A çıxışın yerinə yazıram H-nü minimal. Və beləcə biz kinetik üçün bu düsturu alırıq. Y kinetik bərabərdir H, nü çıxılsın nü minimal. Və əslində qrafik bu formada yox, bunun daha bir yaxşı formasında qarşımıza çıxacaq. Y kinetikin nüdən asılığı. Neyniyək eşkin? Mən burada bir dəfə yazıram ki, məsələn, nü bərabərdir, nü minimal. Belə olanda kinetik nəyə bərabər olur? Kinetik sıfıra. Doğrudur. Həmin nöqtə gəlir, düşür, bax bura. Nü minimal nöqtəsi. Bir dəfə də yazıram ki, nü bərabərdir 0. Nü 0 olanda kinetik nəyə bərabər olur? Mənfi. Mənfi H H minimal. O da nə verir? Mənfi A çıxış. Ona görə də biz bu qrafikləri bu formada öyrənmişdik əslində qalsa. Bax belə. Bəli. Bax bu nöqtəyə nə yazırdıq? Aşağı nöqtədə kəsdiyi yerə yazırıq A mənfi A çıxış. Hə, aşağısı verməsə belə doğrudur bu qrafik. Çünki bu hissə var ha. Bax burada fotoeffekt hadisəsi baş vermir. Niyə baş vermir? Çünki həmin hissədə nü kiçikdir nü minimaldan. Baş vermədiyinə görə kinetikdən də danışa bilmirik. Kinetik də yoxdur orada. Ona görə qırıq-qırıq xətt verilir bu qrafikin aşağısı. Və ən uyğun qrafik A bəndə oldu. Görürük ki, tezlik artanda kinetik enerji də artır. Nü kiçik olanda nə olur ki? Nü kiçikdir, nü minimal olanda fotoeffekt baş vermir. Ecid. Çünki bu ifadə var ya, burada yazıram. Nü kiçikdir, nü minimal. Bilsən də bərabərliyin hər iki tərəfini eyni bir şeyə vura bilərəm. Bəli. Buranı haşa vurdum, buranı da haşa vurdum. Haşını nəyə verir Ecid? Y. Y fotonu. Y foton kiçikdir A çıxışdan. Fotonun enerjisi çıxışından kiçik olanda fotoeffekt baş vermir. Hı. Yəni sən bir quyunun içərisindəsən, quyudan çıxmaq üçün sənə 10 elektron volt enerji lazımdır. Sənə 8 elektron volt enerji versə, oradan qopa bilirsən? Bilmirsən. Yəni minimum 10 olmalıdır. 10 da olan hansı nöqtədir? Bax bu nöqtədə artıq qopursa Minimal. kinetikin qalmır. Hı. Müəllim, bizə başqa ümumiyyətlə hansı qrafikləri soruşa bilər imtahanda? İki Kinetik çəkəcəyim o enerji qrafikləri qarşımıza çıxacaq onsuz da. Baxaq. Tamam. Məsələn, bax, kinetikin lambdadan asılılığı. Elə soruşduğun qrafiklərdən biri də budur.
Bunu əlaqələndirmək üçün yenə qrafik əzbər bilirik, amma əlaqələndirmək üçün yenə yazırıq. Y kinetik bərabərdir. Y foton çıxılsın A çıxış. Və bu dəfə lambda dediyinə görə lambda ilə əlaqələndirirəm. Y fotonun yerinə yazıram HC bölü lambda çıxılsın. HC bölü Lambda lambda maksimal. İndi HC-ni çıxartdım mötərizə xaricinə. Mötərizənin içində qaldı 1 bölü lambda çıxılsın 1 bölü lambda maksimal. Tərsiniz. Buradan da HC vur. Məxrəcdə lambda vuraq lambda maksimal. Yuxarıda lambda max çıxılsın lambda. Və baxırıq ki, dalğa uzunluğu məxrəcdədir. Məxrəcdə olduğuna görə tərs asılıdır. Və əgər Məhəmməd, məsələn bu düsturda lambda bərabərdir lambda max olsa, kinetik nəyə bərabərdir? 0. 0. Ona görə də gəlib bir nöqtədə kəsəcək. Tərs aslıq və bir nöqtədə kəsir. Cavab B bəndidir. Məsələn, burada da mən gətirib lambdanın yerinə 0 qoya bilmirəm, ay igid. Niyə 0 qoya bilmirəm lambdanın yerinə? Məxrəc. Məxrəc 0 ola bilməz. Bir də hələ söndürməzsiniz. Tamam reis. Bir 10 saniyə bir dəqiqə gözləyin. Tamam. Bir də ki müəllim, hə, burada indi bu bütün şeydə var da, bütün qrafiklər o düşə biləcək Hər halda igid. hamısı. Keçdim bunu. Keçsin bax. 8. Fotocəryanın gərginlikdən asılı qrafikində hansı nöqtəyə görə fotoelektronların maksimal kinetik enerjisini təyin etmək olar? Baxın, bizi maraqlandıran əsas nöqtə budur. Çünki bu nöqtənin U1-in adı nədir? U saxlayıcı ya da ləngidici gərginlik. Və YU saxlayıcı nəyə bərabərdir? Y kinetik Kinetik. maksa. Ona görə də bizi maraqlandıran əsas nöqtə bir nöqtəsi. Yəni oradakı qiymətə görə biz maksimal kinetik enerjini və yaxud da ki maksimal impulsu və yaxud maksimal sürəti təyin edə bilirik. Sırf Və onu. bu 2, Nə? 3, 4, 5 nöqtələrində nə olur? 3, 4, 5 nöqtəsi sadəcə i doymadır. Yəni sayı müəyyən eləmək üçündür. Ora, Sayı. ora ilə kinetik maksimalı müəyyən edə bilmərsən. Çünki kinetik maksimalın məntiqi bilsən nədir? U saxlayıcı ya da U ləngidici elə bir gərginlikdir ki, həmin gərginlikdə kinetiki maksimum olan fotonlar belə gedib anoda çata bilmir. Yəni cəryan nə olur? 0. Təsəvvürlə belə bir qab düşünək. Bilirsən də biz fotoeffekt hadisəsini belə bir cihazla öyrənirdik. Hə Nurəli? Bəli müəllim, oradan işıq düşürdü. Aha, oradan işıq düşür. Bu katoddur. Bu da Mənfi, anoddur. müsbət. Və deyək ki, biz dövrəni tərs qoşmuşuq. Nə tərs qoşmuşuq? Katodu qoşmuşuq Onu müsbət, o müsbətə, birisi mənfi. anodu qoşmuşuq mənfiyə. İndi bu suala bir fərqli bir sual növü ilə baxaq. Məsələn, bura foton göndərirəm. Y foton bərabərdir 10 elektron volt. Və bu katod materialının çıxışı da 6 elektron voltdur. Deməli, qopan elektronun kinetiki nə qədərdir? 4. Düzdür. 4 elektron volt. Bu ləngidici gərginlik, saxlayıcı gərginlik bilsən nə deməkdir? Bura qoyursan bir dənə mənfi 4 Nurəli. O maksimum 4 olan belə gedib anoda sata bilmir. Niyə bilirsən? O bir-birini sıfırlayır artıq. Bəli. Bura mənfi 5 qoysam, mənfi 6 qoysam və sair qoysam, artıq fotocəryan yaranmayacaq. Bax, fotoeffekt baş verir Səbinə. Niyə fotoeffekt baş verir? Çünki fotonun enerjisi çıxış işindən böyükdür. Amma fotocəryan yaranırmı? Yarana bilmir. Yarana bilməməyinin səbəbi nədir? Ləngidici gərginlik, buradakı tərsinə qoşulan gərginlik ləngidici gərginlikdən böyükdür. Mənfi 3 olsa ləngidici olardı. Mənfi 3 olsa G bura çata bilərdi, cid. Müəllim, ora Ləngidici- müsbət olmur. Hansı Leyla? Mənfi 5 yazdığım Ha, müsbət bilirsən niyə olar. mənfi 5 yazmışam Leyla? Çünki dövrəni tərs qoşmuşam. Düz qoşanda müsbət olur. Hə. Müəllim. Bəli. Ləngidici olmağı bəzilərinin çatmağı deməkdir. Nə deməkdir bəzilərini? Yəni gedib çatmağı anoda. İcid elə yox. Bizə nə deməkdir? Saxlayıcı var ləngidici. Bax, saxlayıcı, ləngidici ikisi eyni şeydir əslində qalsa. Hə, ləngitməyə görə deyirsən. Yox, o sadəcə adı elədir. Ləngidici gərginlik deyirik. Niyə ləngidici deyirik? Çünki tərsinə qoşulanda məsələn buranın mənfi 5 yox, mənfi 3 qoşsam, kinetik azalacaq amma bu gəlib bura çata biləcək. 4-dən 3-ünü çıxartsam 1 ilə çatacaq. Bəli.
Orada niye 40 oldu? 40 elektron volt. 40 değil İcid. 4 elektron volttu. 4 Eylül. 4 heç nə. 9. Bax, bu da ən çox olan qrafiklərdəndir və qəbula da gələ biləcək suallardandır. Hansı qrafik verilmiş metal üçün fotoeffektin qırmızı sərhədinin Dəyişmir, dalğa sırdır. uzunluğunun fotonun enerjisindən asılılığını asılı deyil. 3 dənə kəmiyyət var ki, bunlardan birincisi A çıxışdır. A çıxış nəyə bərabərdir? H minimal ya da HC böl lambda maksimal. Bax, bunun üçü də, yəni A çıxış, nü minimal və lambda maksimal. Üçü də nə fotonun enerjisindən, nə tezlikdən, nə dalğa uzunluğundan asılı deyil. Verilmiş metal deyir, metalın növündən asılıdır. Başqa hissədən asılı deyil. Bir dənə yuxarı çöndərə bilərsiniz. Göndərdim işte. Bundan yuxarı. Ha, burada qrafiki təmiz başa düşməliyim. İcid. Məxrəcdə lambda olduğuna görə Y kinetik lambdadan nətər asılıdır? Yəni surətdə də var, amma məxrəcdə daha İcid. çox dəyişir. Tamam, Elə ona görə. məxrəcdəki daha çox önəmlidir. Bəli, o yuxarıdakı çıxmadır da, məxrəcdəki önəmlidir. Tərs asılıdır, eləmi? Ha, bəli. Ona görə də tərs asılığın qrafikini götürürsən, amma bir nöqtəyə gəlir çatır. Çünki bunlar Eşitmişdim. bir-birinə bərabər olsa kinetik 0 olur. Bəli, bildim. 10-cu sual. Bəli, bir-birindən asılıdır Emil. Yəni məsələn, minimalı böyük olanın A çıxışı da böyük olur. Lambda maksi böyük olansa A çıxışı kiçik olur. Bizə deyir ki, fotoeffekt ləngidən gərginliyin katodla üzərinə düşən işığın tezliyindən asılı qrafik edilib. C nöqtəsinə uyğun gərginlik modulu hansı vəziyyətdə təyin edilir? Birincisi, U ləngiticinin düsturunu yazanda bunu yazırıq. Y kinetik bölünsün Y, yəni H, nü çıx, nü minimal bölünsün Y. Baxıram C nöqtəsinə. C nöqtəsində nü bərabərdir 0-dır. Nü bərabərdir 0 olanda U ləngidici nəyə bərabərdir? Mənfi H nü minimal böl Y. Yəni bu nə olur? Mənfi A çıxış böl Y. Bəli. Sadəcə C nöqtəsinə uyğun modulu dediyinə görə müsbətin götürürük. On bir. Hansı qrafik fotoeffekt zamanı ləngidici gərginliyin fotoelektronların maksimal sürətindən bəli, maksimal sürətindən asılılığını ifadə edir. Kinetik enerjinin düsturlarının iki düsturu bir-birinə bərabərləşdirəcəyin. Çünki Y kinetik Kvadratik olaraq. düsturlarından biri bəli EU-dur. Digəri isə mv kvadratı bölünsün 2-dir. Və buradan V-ni tapanda, daha doğrusu U-nu tapanda U bərabərdir. M V kvadratı bölünsün 2Y-dir. Kvadratikdir. Amma belə bir qrafikdə inanmıram gəlsin. Kinetikdən asılığı düz asılıqdır. Çünki Y U ləngidici bərabərdir ilə Y kinetikdir. U Bəli. ləngidigini tapanda Y kinetik bölünsün Y-dir. Bir dənə yuxarı çöndərdik. Heç nə, heç nə. 13. Bizə deyir ki, fotoeffektlə ləngidici gərginliyin tezlikdən asılığı verilmişdir. B nöqtəsinə uyğun gələn tezlik bu nü-minimaldır. Nü-minimalı da necə tapırıq? A çıxışın düsturunu bilirsiniz ki, A çıxış bərabərdir H nü-minimal. Buradan nü-minimal nəyə bərabərdir? A çıxış bölünsün H. B bəndidir. Bax, bu da çaşdırıcı da əslində qalsa, çünki nəzəridir. Buradan hardan bilirik belə olduğunu? Çünki baxıram ki, U ləngidici bərabərdir 0. Söhbət B nöqtəsindən gedir eşqin. Və U ləngidiginin düsturunu yazanda bu nəyə bərabər idi? H, nü çıx, nü minimal bölünsün Y. Bunu 0-a bərabər eləmək üçün. Bu nə vaxt 0 olar? Nü bərabərdir, nü minimal olsa. Birbaşa yazdınız. Bəli, sonra da bunu birbaşa belə yazdım. Başqa cür 0 ola bilmir axı o. Bəli, bəli. 14. Yəni bir dənə yuxarı gələ bilərsiniz. Bir dəqiqə. Bəli, nü minimala bərabərdir, bəli. Amma nü minimal həmin nöqtə A çıxış böl H niyə oldu? İcid. A çıxışın düsturu bu şəkildədir axı. Bəli. Bu düsturdan nü minimalın ifadəsini tapsam A bölünsün H verir. Aha, o amma B nöqtəsində niyə A çıxışdı? İcid deyirəm ki, bax, qulaq as. Bu sadəcə düsturdur. A çıxış H nü minimal deyil İcid. A çıxış H minimaldır, bəli. Tamam, o zaman H nü minimaldırsa, nü minimal bu düsturdan nəyə bərabərdir? A çıxış böl H. Bitdi də rəis.
Ben. Dedim de sizə mən bundan sonra beynim istəyən olacaq. Məsələn, lambda max heç nədən asılı deyil, ona görə Y variantıdır. Bunu da əlavə vaxt itirmək istəmirəm bu sualda. Burada da lambda max lambdadan asılı deyil, C variantıdır. Gəldik 16-ya. 16-da deyir ki, fotoeffekt zamanı çıxışı 2 olan metaldan 6 elektron volt fotonun çıxartdığı elektronun kinetik enerjisini tapın. Buradan Y kinetiki tapanda yazırıq Y kinetik bərabərdir Y foton çıxılsın A çıxış. 6-dan 4. ikisini çıxdıq qaldı 4 4. elektron volt. Yəni 4 6 vurulsun 1 onda 6 vuraq 10 üstü 6,4. mənfi 19. Düzdür. 6,4 vuraq 10 üstü mənfi 19. On 17. Tam enerjisi Y sürəti V olan cismin relativistik impulsu hansı fayda təyin edilir? Əslində yenə deyirəm, bunlar impulsunu tapanda P bərabərdir Y bölünsün S ifadəsi ilə təyin edirik. Bu üstü oradan geldi bilmedim. Bu normalda əslində relativistikdən gələn bir düsturdur. Yəni o Y böl S məsələsi var ha. Elə MC kvadratı məsələsi vardı. Bir də Bəli. impulsun düsturu nəyə bərabərdir ümumiyyətcə? MV. Burada amma MV yazmırıq da biz onu. MC. Mhm. İndi bu ifadələrdən elə birinə baxaq ki, gəl Dıdır. nə? Çünki S kvadratına vururum. Elədir. Bölməliyik sonra da Elədir, vuruyor. elədir. D olacaq. Bir dənə bundan üstəki suala bir dənə baxardım. Burada nəyə görə 6,4 yazılır? 4'ü 1 onda 6. Hə, elektrovolt var da, heç nə işte. Bəli, Bildim. çevirmədik. Yenə deyim, ha, burada əslində qalsa bunlar relativistikə aid olan suallar qarşınıza çıxmayacaq. Bunlar qəbula düşmür. Məsələn, buna baxın. Relativistik Benim müfəkkəsi olmayan var. onda var. Bu da zamanın nisbiliyidir. Buradakı da. 20. Bir tamamda Fotocəryan bir de. Fotocəryanın gərginliyinin Bir onda bir. fotocəryanın gərginlikdən asılılıq qrafiki göstərilmişdir. Verilmiş katoddan qopan fotoelektronların maksimal sürətləri arasında hansı münasibət doğrudur? Bax, maksimal sürət deyir. 1/6 yanlışdır. Bir tamamda bir dedim ben. Hə, 1/1 demişsənsə doğrudur. Məsələ buradır. Çünki biz bu düsturu yazacağıq ki, m v kvadratı bölünsün 2 bərabərdir EU. Biz buradan v-ni tapanda v bərabərdir. Kök altda 2 EU bölünsün m-dir. Ya baxıram u-dan kök altı düz asılıdır. Ona görə buradan alıram ki, v2 bərabərdir 1/1 v1-ə. Y bərabər. Müəllim, impulsların müqayisəsi də bir Eyni tamamda cür bir olacaq dəfə. impulslar. İmpulslar da eyni cür olacaq. Amma belə bir şey var. Belə bir şey var. Məsələn, kinetikləri müqayisə elə desək, yazardın ki, elə Y kinetik 2 bərabərdir 1/21, Y kinetik 1-ə. Çünki o Evet. EU-dur. U-dan düz asılıdır. Kök altı falan deyil. Evet. 21. Yenə sürətlərin müqayisəsini deyir. Kök altı düz asılı olduğuna görə buradan yazıram ki, V2 bərabərdir 1/2 V1-ə. Bəli. Növ değil o. Növ bir şey. Yox, V digit sürət deyir. Düzdür, nü oxşuyub buradakılar, amma sürət olduğunu deyib. 22. Elektronun çıxışı 3,31 vuraq 10^-19 joule metaldan fotoeffektin müşahidə oluna bilməsi üçün onun üzərinə düşən işığın tezliyi ən kiçik qiymətini hesablayın. Yəni sizdən nü minimalı istəyir. Çünki bilirsiniz ki, fotoeffektin baş verə bilməyi üçün nü böyük bərabərdir Evet. minimal olmalıdır. Minimum dediyinə görə elə A çıxış bərabərdir H nü minimal. Buradan nü minimalı tapırıq. Deyəsən Y eləyir. Deməli 3,31 Birebir 0,5. bu verdi 2'də 1 vurulsun 10 üstü 20 eləyir də bu. Hı hı. Yəni 5 Dedim abi. vurulsun 10 üstü Ben 10. bence 15 eləyir. 15 eləyir Hə, mən. 15 də dursun. 4. 14. Yenə bu sualın çaşdırıcı başqa bir tərəfi var.
Bu 2'də 1 məsələsini bəzən qarışdırıb 2 falan götürürlər. Ona görə diqqətli olun suallarda. 23. Çıxış işi verilib, metaldan dalğa uzunluğu bu qədər olan qırmızı işığın təsiri ilə çıxan elektronların maksimal kinetik enerjisini hesablayın. Deməli, buradan əgər biz Y kinetik axtarırıqsa, Y kinetik nəyə bərabərdir? Y foton çıxılsın, deməli, A çıxış. Y fotonun yerinə yazıram HC bölü lambda, çıxılsın A çıxış da yerində. H-ın yerinə yazdıq 7 vuraq 10 üstü mənfi 34. S-nin yerinə 3 vuraq 10 üstü 8. Lambdası da verilib 7 vuraq 10 üstü mənfi 7. Bir tane daha sınıfında. İndi 7'lər ki, Sıfır bu 10 verəcək 9 qalır. 3 vuraq 10 üstü neçə? Mənfi 19. Mənfi 19. Bəli, bəli. Çıxılsın 1 onda 6 vuraq 10 üstü mənfi 19. Bu da verir 1 tam onda 4 vurulsun 10 üstü Evet. mənfi 19. Məsələn, belə suallar biraz uzun görünə bilər, amma elə rəqəmləri ilə formada verirlər ki, hesablamaq asan olur. Baxın, ixtisarlarla çox rahat gedir. Ümumən, bilmirəm, diqqət edirsə yox, hesab suallarının hamısı bunun üzərində qurulub. Ekinetik üstəgəl A çıxış. Bəli. Bu, fotoeffekt üçün həm enerjini saxlama qanunudur, həm də fotoeffekt üçün Einstein tənliyidir. 24. Fotoeffekt nəyə deyilir? İşığın bir müddətdən digərinə keçəndə dalğa uzunluğunun dəyişməsi deyil. Bu sınma hadisəsidir. İşığın metalın səthindən qayıtması deyil. Elə adı üstündə bu qayıtmasıdır. İşıq bir müddətdən digərinə keçəndə sürətin dəyişməsi. Bu da sınmadır. Maneələri aşması difraksiyadır. Amma bu elektronları qoparması, işığın təsirlə metaldan elektron qopması bu fotoeffekt hadisəsidir. Müəllim, maneələrin aşmasının yanına difraksiya yaza bilərsiniz. Bir dənə skrin eləyəcəm. Çox sağ olun. 25. İşığın təsirlə metaldan elektronların qopması hadisəsi fotoeffekt adlanır. Özdə xarici fotoeffekti. 26. Vakuum fotoelementinin katodunun materialı üçün elektronların çıxışı 2 elektron volt. Bu fotoelement katodların üzərinə fotonların enerjisi bu qədər olan işıq düşdükdə qopan elektronların sürətini hesablayın. Öncə biz Yenə buradan bax. kinetiki tapsaq, Y kinetik nəyə bərabər? Foton çıxar çıxış. Y foton çıxılsın, A çıxış. Bunları bir-birindən çıxdıq, qaldı 0,45 elektron volt. Baxın da yerinə qoymadım da bildiniz. Bundan bunu çıxdım. Hı. Sonra kinetik enerjinin düsturunu bilirsiniz ki, Y kinetik bərabərdir mv kvadratı bölü 2'dir. Bu sual topluda qalır. Buradan gətirib V-ni tapanda V bərabərdir. Kök altda 2 Y kinetik bölünsün m'dir. Və elektron kütləsi də verilib. 2 vurulsun 0,45 vurulsun 1,6 vuraq 10 üstü mənfi 19. Oyda. Bəli. Çünki ben bunu çevirməliyəm, axı elektron volt idi. Aşağıda isə 9 vuraq 10 üstü mənfi 31. İndi 2-ni 0,45'e vuranda bu 0,9 eləyir. 0,9 ilə bunu aparanda burada qaldı 10. Beləcə kök altda 1,6 vuraq 10 üstü aşağıda qaldı 30. 30'dan da 19'un çıxanda 11 eləyir də bu. Hı. Yəni bunu yaza bilərəm 12 müəllim. Bəli. Hə, 4, 10 bəli, üstü ona 5 bildim. eləyir. Tamam. 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 16 vuraq 10 üstü 10. Buradan da kökdən çıxır 4 vuraq 10 üstü 5. Gözün sualdır. Hesabı uzun. Hesaplaması yeterli. Yəni hesabı uzundur. Yoxsa belə mürəkkəb sual deyil. Bəli. Termoelektron nəydən qopurdu? Bir də deyici termoelektron qızdırma ilə qopandı. Termoelektron emissiya vardı. Metalı qızdırırdın, elektron qopurdu. Yuxarıda nə deyirdi? Bir dənə də baxardım. İşığın Yuxarıda təsiri. fotoeffekt deyir, işığın təsiri ilə. Ha, heç nə, heç nə. İndi burada da deyir ki, qopan elektronların sürətini hesabla. Eyni sualdır. Çıxış işi verilib, enerji verilib. Yenə birinci Y kinetiki tapıram. Y kinetik bərabərdir Bir E foton tam 18. çıxılsın A çıxış. Bəli. Bu verir 1,8 elektron volt. Daha sonra da yenə mv kvadratı bölünsün 2 bərabərdir Y kinetikdən. Buradan V-ni tapanda kök altda 2 Y kinetik bölünsün M. 2 vurulsun. 1,8 vuraq. 1,6 vuraq. 10 üstü mənfi 19. Aşağıda da bu 9 vuraq 10 üstü mənfi 31'i
Yazıram 0,9 vuraq 10 üstü mənfi 30. Sıfırın birini verdim içəri. İndi 1,8'i 0,9'a böləndə burada qaldı 2. 2 dəfə 2'm 4. 4'ü 1,6'ya vuranda oldu 6,4 vurulsun 10 üstü mənfi. Daha doğrusu müsbət 11. Bu da verdi 64 vuraq 10 üstü 10. Yəni 8 vuraq 10 üstü 5. Ha, belə daha götürək. Birini vermək. Hı -hı. 29. Düşən işığın intensivini 9 dəfə artıranda maksimal sürət dəyişməz. Çünki nə dedik? Ha, Fotoeffektin asitli. qanunlarından birinə görə sürət, impuls, kinetik, gərginlik. Bunlar intensivlikdən asılı deyil. Nədən asılıdır? Bunlar asılı Nürdən tezlikdən, dalğa uzunluğundan və enerjidən. Ben niye 29. değişmiyor ki? Bir den yukarı veririz. Cid, aslı deyil, axı nətər Yo, dəyişsin? A foton minus A çıxışda ölü. A çıxış heç neydən dəyişmir daha. Hı -hı. A foton da artırsa deməli dəyişməli A ölü. foton niyə artır Cid? Çünki 9 dəfə artır da. Nə 9 dəfə artır Cid? İşığın intensivliyi. Axı intensivlik say deməkdir. Biz kinetiki tapanda yazırıq Y kinetik bərabərdir. Y foton çıxılsın A çıxış. Eşkin hər foton bir elektron qoparır. Yəni sən 9 dəfə çox foton göndərsən, hə elektronların sayını artıra bilərsən. Doyma cərəyan şiddətini 9 dəfə artıra bilərsən. Amma kinetiki dəyişə bilmərsən, sürəti dəyişə bilmərsən. Reis, sürətin düsturunu yazsan, bax özün biləsən kinetikdən alıram bunu. Bilirsən də 2Y kinetik bölünsün M-dir. Bəli. Onda mən bu kinetiki burada silirəm. Kinetikin yerinə bayaq düstur yazmışdıq, nü ilə. O Y düsturu o oynayalım. Və yazıram 2 vurulsun H, nü çıx nü minimal. Bu düsturda intensivlik var idi. bildim mən bildim. Sürət aslı deyil ha. Təkcə sürət yox, bunların heç bir intensivlikdən aslı deyil. Çünki dediyim kimi hər foton bir elektron qoparır. Müəllim, Bəli. o bir dənə düstur var ya, W bölünsün S vur T. Oradan P vur, I vur, S-i necə alırdıq o pis düsturunu? Elə deyil axı düsturicid. J bərabərdir. W bölək S vur T'dir. W bölü S-in yerinə də, daha doğrusu T-nin yerinə P qoyanda olur P bölünsün S. Ben orada J nədir? Şualanmanın intensivliyi ya da sel sıxlığı. Tamam. Vahid səthdən vahid zamanda şualandırılan enerjidir. Özdə hələ başqa bir şey də var, Əli. Məsələn, S-i açası olsan, S-i Pierre kvadratı yox ha, 4 Pierre kvadratı yazırsan, çünki sferadır. Bəli. 29. Düşən işığın intensivliyini 4 dəfə Dəyişməz. azaltdıqda maksimal sürət necə dəyişər? Yenə dəyişməz, çünki tezlik sabitdir. 39. Hansı şualanma kvantının enerjisi ən böyükdür? Artıq enerji məsələsində bilirsiniz ki, Y foton bərabərdir H nüdür. Yəni tezliyi böyük olan enerjisi böyük olacaq. Burada da tezliyi ən böyük olan qamma şualardır. Necə maraqlıdır ki, mənim qammadın heç yükü yoxdur, kütləsi yoxdur, amma ən qorxulu odur da, yəni insan bədənində gəlir. Bəli, çox böyük enerjiyə malikdir. Həm də bilirsən də nüfuz etmə qabiliyyəti ən çox olan da odur. Hə. Sonra deyir hansı kvantın enerjisi ən kiçikdir? Burada tezliyi ən az olan götürür, yəni infraqırmızıdır. İnfraqırmızıdan sonra rentgen idi yoxsa? Yox, infraqırmızıdan aşağıda Hı. radiodur. Rentgen deyil. Rentgen qammadan sonrakıdır. Heç nə bəli. 32. Verilmiş metaldan hazırlanmış katod üzərinə düşən işığın tezliyini dəyişmədən intensivliyini artıranda fotoelektronların maksimal kinetik enerjisi və vahid zamanda elektronların sayı necə dəyişər? Bilirik ki, kinetik enerji tezlikdən asılıdır. Əgər tezlik dəyişmirsə, kinetik də dəyişməz. Dəyişməz Amma artıq. say artırsa, intensivliyi artırsa say artar. Hayat. Ona görə dəyişməz artardı cavab. 33. Burada da tezliyi dəyişmədən intensivliyi azaltdıqda yenə kinetik dəyişməz, amma say azalar. Azar. 34. Fotonun enerjisi hansı fəaliyyətlə tapılır? H nü ya da HC bölü lambda. Fotoeffekt üçün Einstein tənliyi. Fotoeffekt üçün Einstein tənliyinin əslində kökü bu formadadır. Y foton bərabərdir. A çıxış üstəgəl Y kinetik. Burada da ifadəni biraz açıb. Biraz. 36. Fotoeffekt üçün Einstein tənliyi buradadır. Hava. Topludan deyim. Bəli.
Fotonun impulsu hansı ifadəyə təyin edilir? Deməli, B bu variantı. P bərabərdir, düzdür. Y bölünsün S'dir. O da H nü böl S'dir. Ya da H bölünsün lambdadır. Otuz səkkiz. Şualanmanın dalğa uzunluğu 2 dəfə azalarsa fotonun enerjisi necə dəyişər? Fotonun enerjisini tapanda Y foton bərabərdir. HC bölünsün lambdadır. Yəni dalğa uzunluğundan tərs asılıdır. 2 dəfə azalanda 2 dəfə artır. Müəllim, bir dənə yuxarı verə bilərsiniz səhv salmışsınız. Yox. Hepsi heç. Ben bir dənə bunu 38'i bir dənə gələrsiniz. Tamam. Şu. İki Dalğa dəfə uzunluğu azalır. 2 dəfə artıranda 2 dəfə azalar. İrəlidə bunun daha qəşəng sualları olacaq. Fotoeffekt üçün Einstein tənliyi. A variantı. Düzdür. Çünki buradan əslində qalsa tənlik bu şəkildədir. E foton bərabərdir. A çıxış üstə gəlir Y kinetik. E fotonun yerinə H nünü verib A çıxışın yerinə H nü minimalı, Y kinetikin yerinə mv kvadratı bölü 2-ni. 41. Yenə Einstein tənliyini istəyir. A üstə D gəlir variantı. kvadrat bölü 2 D variantı. 42. Çıxış işinin hansı qrafik metalda fotoelektronlar verilmiş Asıl deyil. metalda fotoeffekt zamanı elektronların çıxış işinin metal səthinə düşən işığın dalğa uzunluğundan asılı deyil. 3 kəmiyyət dedim ki, A çıxış, lambda minimal və daha doğrusu nü minimal və lambda maksimal bu üçü nə düşən işığın tezliyindən, nə dalğa uzunluğundan, nə də enerjidən asılı deyil. Heç Yəni interes onların arasında saxlayıcı gərginlik yoxdur da elə. yox, reis, o O başqa. dəyişə bilir. Ha, Məsələn, tamam. nü minimal da lambdadan asılı deyil. Tamam. Enerjisi 7 olan fotonun təsiri ilə fotoeffekt baş verir. Elektronun çıxışı 3-dür. Evet. Maksimal kinetik enerjini tap. Yuxarıdakı suallar nə Yaxşı idi? sualdır. Bəli, Tamam. Y kinetik bərabərdir. Y foton çıxılsın, A çıxışdır. Sadəcə 7-dən 3-ün çıxdıq, qaldı 4 elektron volt. 4-də 1.6-ya vururuq. 6.4 vuraq, 10 üstü mənfi 19. 45. Fotoeffekt zamanı 9 foton düşür. Kinetik enerji 7-dir. Çıxış için hesablayın deyir. 9-dan 7-sini çıxdıq 2. 1,4 vuranda 3,2 olsun. 2 elektron volt. O da bərabərdir. 3,2 vuraq 10 üstü mənfi 19. Bəli. Bax. Aa, bu götürür. Yaxşı sual buradadır. Artıq normal suallara çatırıq. Sevinç nəsə soruşurdun sən? Deyəsən səs gəlmir. Hmm. Deməli, bizə deyir ki, metal fotonun enerjisi 4 və 2 olan monoxromatik işıqla şüalandırdıqda qopan fotoelektronların maksimal sürətləri 3 dəfə fərqlənir. Və sonra bizə deyir ki, tamam, 41 ilə 43-ün variantını deyirsən, deyirəm ücret. 41-də D variantıdır. 42-də C-dir. 43-də də C variantıdır. Bu sualı həll eləmək üçün öncə sürətin düsturunu yazmalıyıq. Sürətin düsturunu bilirəm ki, V bərabərdir. Kök altda Y foton çıxılsın A çıxış vurulsun 2 bölünsün M-dir. Bu düstur əslində hardan gəlir? Bilirsiniz ki, Y kinetik nəyə bərabərdir? Y foton çıxılsın A çıxış. Bu da MV kvadratı bölü 2-yə bərabərlənsə, bu ifadədən belə alındığını görürəm. Yəni sürət 3 dəfə fərqlənirsə, bu enerjilər fərqi 9 dəfə fərqlənir deyə bilərəm. Bəli. 2 minus x Onda bərabər belə bir 4 minus ifadə x yazıram. olur. X ilə yazmayacağam. İcit yazıram ki, V2 bölünsün V1 kvadratı bu bərabərdir. Y2 çıxılsın A çıxış bölünsün Y1 çıxılsın A çıxışa. Da onsuz da M-lər eynidir, 2-lər eynidir, ixtisar gedəcək. Baxın, yenə deyirəm ha, biz bu ifadəni yazdıq. Bu ifadədən görürük ki, sürət bu fərqdən kök altı asılıdır. Hər tərəfi kvadrata yüksəldəndə gördüm ki, V-nin kvadratı Y çıxılsın A çıxışla düz mütənasibdir. Kvadratı.
Ona görə sürət 3 dəfə fərqləndiyinə görə belə bir ifadə yazdım. Yəni 3-ün kvadratı 9 eləyəcək. Yazıram ki, Y2, yəni 4 çıxılsın A çıxış, bölünsün 2 çıxaq A çıxış bərabərdir 9-a. 3-ün kvadratına. Buranı Məhəmməd çarpaz vurub həll eləsəm, 4 çıxaq A çıxış bərabərdir 18 çıxılsın 9A çıxış. A çıxışları bir tərəfə yıxsam, buradan alıram ki, 8A çıxış bərabərdir 16-ya, A çıxış bərabərdir 14. Məncə Elə. 14-dür. Ha. bəli. Hə 14, icid 14. Deyirəm axı 2 olsa mümkün deyil. A çıxış Hə. bərabərdir 7 böldüm. 4'te 7, 1 Heç olmasa yüzde cavabı yetmiş. düzgün verin. Sağ olsun. Bu da oldu 1 tam %75. 1 tam %75. Ha. Müəllim, 2 dənə işıqla necə suallandırılıb ki? Hə, başqa-başqa fotonlar Decid. Bir dəfə 4 ilə şüalandırıb, 4 ilə şüalandıranla Fərqli vaxtlarda. qopanın kinetini müəyyənləşdirib, sonra 2 ilə. Hı. Hə, elə. Amma çox qəşəng sualdır. Çox fərqli sualdır. Baxın 2013-də düşüb. Bu məncə modellərdədir. Bu qəbula bu qədər çətin sual düşməz. Qəbul yazıb. Mən 4-cü Ya qrup yazılsa qəbul. belə, icid. Hə. Qəbula belə sual gəlsin. 2013-də. Evet, tamam. Sevinç səs düzəldi səndə icid. Mənim gəlir səsim. Hə, tamam, əla. Bayaqçı variantları eşitdin? Bəli, eşitdim. 47. Haqlı deyil. Verilmiş metal. Baxın, verilmiş metal gördünüzsə minimal sabitdir, lambda maksimal sabitdir, açıq sabitdir. Yəni heç nədən asılı deyil. Sonra hansı qrafik fotoeffekt zamanı metalın səthindən bir sayda qopan elektronların sayının düşən işığın intensivliyindən asılığı düz asılı. İntensivlik çünki düşən fotonların sayıdır. Nə qədər çox foton düşərsə, o qədər çox elektron qopar. Hə. Dəryandan da düz asılıdır. Bəli. Burada da Şeydən də düz asıldı, değil mi? eyni qrafikdir. J'dən. Qopan elektronların sayı düşən işığın intensivliyindən düz asılıdır. Mənim J'dən də düz asıldı. J də intensivlikdir, bəli, ondan da düz asılıdır. Tamam. Məsələn, ləngidici gərginlik düşən işığın Asılı. intensivliyi ilə asılı deyil. Ləngidici gərginlik. Bəli, Hə. 49 bir də göstərərdi. C variantıdır. Mənim ləngidici gərginlik niyə asılıdır? Bayaq yazmışdıq, o U-dən asılıdır. İcid, bura i-dir. I ilə nünün Y kinetik ve impuls. Necə Bu- müəllim? Məhəmməd, tezlik sabitdir. Özün deyirsən nüdən asılıdır. Nü sabitdirsə bu i-dən niyə asılı olsun? Hə, intensivlik. Hə, başlayın. Bəli. 51. Udulan işığın dalğa uzunluğunu 3 dəfə artırsaq, verilmiş metal üçün fotoeffektin qırmızı sərədə uyğun dalğa Dəyişməz. uzunluğu dəyişməz. Çünki lambda max bu əslində qalsa A çıxış bərabərdir HC bölü lambda max olduğuna görə HC bölü A çıxış yaza bilərik, amma heç nədən asılı deyil. Maddənin növündən asılıdır. Hə. 52. Verilmiş metala göre de hele. Bəli. Xarici fotoeffekt zamanı düşən işığın tezliyi artanda fotoelektronların kinetik enerjisi və çıxış işi haqqında hansı münasibət doğrudur? Çıxış işi Artar, dəyişməz. Tezlik artanda kinetik enerji artar. Y variant. 53. A və B qrafiklərinə uyğun hansı fizik şəbəkələrin qiymətləri eynidir? İndi biz bura diqqət eləsək, A və B üçün U-lar bərabər deyə bilərik də. Yəni Evet, U nöqtələr deyilmiş. A nöqtəsi üçün bərabərdir B nöqtəsi. Tezlikləri ilə. U-nun bərabər olmağı nələrin bərabər olmağı deməkdir? Kinetiklərin bərabər olmağı, Tezliklər. tezliyin bərabərliyi, lambdanın bərabərliyi, impulsun bərabərliyidir. Bunların hamısı bərabər olacaq. Hətta enerjilər. Maksimal kinetik enerjiləri eynidir, doğrudur. Düşən Aynen, işin intensivlik tezliyi olursa. eynidir, doğrudur. Amma say eynidir deyə bilmərik. B'de böyüktür. Sayı müəyyən edən budur. Bəli. 1 və 2-dir cavab. Mənim orada sürət də deyə bilərik. Bəli, rəis. Sürəti də bura əlavə edə bilərik. O da olsa. Mənim lambda ilə niyə o hardan çıxdı? İcid. Axı Hə. onun düsturu lambda ilə və nü ilə düsturları var idi. Hə, bəli. O H niyə çıx minimal Bəli. böl Ya da Y. HC bölü Tamam. lambda çıxılsın HC bölü lambda maksimal. Onların əlaqəsi var. Aha, bəli. İndi 54. 54-də bizə deyir ki, fotoelektronların kinetik enerjisinin udulan fotonun enerjisindən tezliyindən üç. asılı qrafik verilmişdir. A nöqtəsinə uyğun udulan fotonun tezliyi minimaldan 3 dəfə böyükdür. İndi Aha. birinci biz E-fotonu bilirik ki, E-foton nəyə bərabərdir? H niyə çıx minimal? H nü. niyə dalır? H nüdür. Və şərt nədir? Nü bərabərdir 3 nü minimal. Ya bura yaza bilərəm 3 H nü minimal. Bəli.
Və əslində Nurəli də dedi, buradan aşağı qiymət A çıxışdır. Yəni yazıram mənfi A çıxış bərabərdir mənfi 3 elektron volt. Buradan A çıxış nəyə bərabərdir? 3 2 elektron volt. elektron volta. A çıxışa əlavə elədik A-nı. A. Sonra baxıram 3 dəfə çoxdur. Yəni 3 vurulsun 3, bu verir mənə 9. Niyə? Çünki A çıxışın düsturun kənardan yazsam A çıxış bərabərdir H-nı minimal. Y foton da 3 H-nı minimaldır. Yəni 3 A çıxış deyə bilərəm. Bəli. Bu da verdi Hı hı. 9. Fotonun enerjisi 9'dur. D bəndi. Kinetik enerjini tapanda 6. Y kinetik bərabərdir. Y foton çıxılsın A çıxış. 9 çıxış. 9 çıx 3. Bu da verir. 6. 6. Bir dənə yuxarı çöndərərdiniz. Çöndərərəm. Səbirli ol bir dəqiqə ecid. 1'ə B, 2'yə D, 3'ə A variantları oldu. Amma bu sualları verib bizdən nə istəyə bilər? Məsələn, bu gün bir sual həll eləmişdik. Deyər ki, Y kinetik max bölünsün A çıxışı tap. Y kinetik max neçədir? 6. A çıxış Hı. neçədir? 3'dür. Üç. Cavab olur 2. Nə vaxt istəyər ki? Bu gün elə bir Ver sual var sual. idi. Ecid. Belə şərtləri verməz, başqa cür verər və bizə deyər ki, məsələn, fotonun enerjisini verər, xüsusi şərtlərlə A çıxışı taparıq. Deyər ki, Y kinetik bölü A çıxışı tap. Sən də bilsən Y kinetik nəyə bərabərdir? Y foton çıxaq A çıxış. Müəllim, Bəli. bir də izah edə bilərsiniz. Tamam. Deməli, Sevinç, diqqət edirsənsə, bu kinetikin qrafikinin aşağı nöqtəsində -3'ü verib. Biz buradan buranın mənfi A çıxış olduğunu bilirik. Çünki mən əgər nü bərabərdir 0 götürsəm, kinetikin düsturu belə idi axı Sevinç. H, nü çıx, nü minimal bölünsün Y. Nü 0 olanda Y kinetik nəyə bərabərdir? Mənfi H nü daha doğrusu burada Y yoxdur. O U'daydı. Mənfi H nü minimal. Bu da nə verir? Mənfi A çıxış. Ona görə yazdım ki, mənfi A çıxış bərabərdir mənfi 3'ə və A çıxış bərabərdir 3. Burası aydındır. Bəli. Bundan sonra şərtdə deyir ki, bax, fotonun tezliyi minimal tezlikdən 3 dəfə böyükdür. Gətirib fotonun enerjisinə bunu yerinə qoydum. Gördüm 3 H minimal, yəni 3 H çıxış. Buradan da fotonun enerjisinin 9 olduğunu aldım. Aydın müəllim, başa düşdüm. Sonra kinetiki tapdım. Eşkin, sən bundan əvvəlkin demişdin. Hər işlə. Yaşan sualdır mən burada. Bəli, normal suallar idi. 55-ci sual. Hansı ifadələr doğrudur? Enerjisi 3.5 elektron volt olan fotonun təsiri ilə. Birincisi fotoeffektin olması üçün Y foton böyük bərabərdir A çıxış şərti ödəməlidir. Məsələn, sezyumda fotoeffekt müşahidə olunur, 1-4. doğrudur. Platində müşahidə olunur, yanlışdır. Sinkdə müşahidə olunmur. Böyük olmalı. Doğrudur. 1-3'dür. Kalyumda müşahidə olunmur, yanlışdır. Cavab oldu eşkin 1-3. Evet, saçdım. Aydındır. Bəs müşahidə olunanlardan, məsələn, müşahidə olunan burada eşkin bir sezyumdur, bir də ki kalyumdur da. Bunlardan hansında kinetik daha çoxdur? Az olanda. Hansının çıxışı Çıxışı azdır. az olanda. Burada. Çünki foton Y foton enerjisi çıxılsın sabitdirsə, baxın, Y foton bərabərdir konstant şərti varsa, çıxışı artanda kinetik enerji azalır. Bəli. Hətta bunu özümüz üçün bir qrafik kimi də çəkə bilərik. Ya, məsələn, əslində əgər fotonun enerjisi sabit olarsa, kinetik artanda, çıxış artanda kinetik niyə azalır? Çünki çıxılsındır. Yəni xətti azalır özdə. 56. Metalın üzərinə enerjisi bax məsələn dediyim sual budur, baxın. Enerjisi 8 vuraq 10 üstü mənfi 19 joule foton düşəndə kinetik enerji bu qədərdir. Burada bölürük. Bəli, öncə A çıxışı tapsaq, A çıxış bərabərdir Y foton çıxılsın Y kinetik. 2 Yəni elektron volt. 8 vuraq 10 üstü mənfi 19 çıxılsın 4 onda 8 vuraq 10 üstü mənfi 19. Bu bizə verdi 3,2 vuraq 10 üstü mənfi 19. Amma cavabı elektron voltla istədiyinə görə bunu da böldük 1 onda 6 vuraq 10 üstü mənfi 19'a. Yəni, Cavab bayaq dediniz. 2 elektron volt. Bəli. Mən bir dənə yuxarı gələ bilərsiniz. Hı. Böldük ki, bəli. Çevirdim də. Bəli, niyə bölürük? Ayrıca 1000 metr neçə kilometrdir? 1 kilometr. Nətər tapdın? 10 üstü 3'ə böldüm. Yəni 1000'ə böldün. Elektron Aha. volta çevirmək üçün də buna bölməlisən. Hə, tamam. 57. Hansı qrafik fotoelektronların Sıfır. maksimal sürətinin düşən işığın intensitliyinə asılığıdır? Aslı deyil. Deyil. Məsələn, biz V üçün zaten burada gəlmişkən bir düstur çıxaraq V bərabərdir.
Kök altda 2 H Bayaq çıxılsın. yazdım. H-ı çıxarım mötərizə xaricinə. 2 H vurulsun. Y foton Nü çıxır. çıx nü minimal bölünsün M. Məsələn, Bəli. buradan V-nin nüdən asılılığını Nüdən alsaq, qrafik bu formada olurdu. Hı hı. Bax, bu nöqtə nü minimaldır. Niyə sıfırdan çəkmirəm? Çünki burada bu nü Sıfır minimaldan olanda bir yəni qiyməti var. nü minimal sıfır ola bilməz. Necə müəllim? Və nü-nü də nü minimaldan nü minimal sıfır ola bilmir də icid. Minimal sərhəd niyə sıfır olsun ki? Hər maddənin bir minimal tezliyi var. Aha, bəli. Bu bir. İkincisi, nü-nü də sıfır götürə bilmirəm icid. Çünki nü-nü sıfır götürsəm kök altı ifadə mənfi olar. Ona görə Hı. qrafik bu formadadır. Bəli, aşağı düşürəm. Kinetikdə dəyişmirdi. Anlamadım. Burada kinetikdə dəyişmirdi. Dəyişmirdi nə deməkdir icid? Yəni sabitdir. Kinetik nətər sabit ola bilər icid? Hə, bildim, qrafik soruşsan bu sol tərəfə uyğun. Hə, kinetik i'dən asılı deyil. Amma müəllim, bu demirik sayı artır. Elektronlar. Aha. Sayı artırsa kütle artmır. İgid. Kütle də artırsa İgid, M də artır. İgid. Bax, qarışdırmayaq da biz bunları. Biz kinetikdən danışanda yazdıq mv kvadratı bölü 2. Hər fotoelektronun öz kütləsi var. Ümumi kinetik tapmırsan, sən orada rəis, qopan elektronun Hə, başa kütləsini düşdüm, tapırsan. bəli. Və ona görə bayaq yuxarıda dedim ki, bunu qarışdırma. Hər foton bir elektron qoparır. Ona görə sayın sürətə, kinetikə, gərginliyə, impulsa bir dəxli yoxdur. Say sadəcə cəryanı artıra bilər. Aydındır? Müəllim, Sual gəldi. Deməli, bu Bayaq Spiker bir- sualı idi 2019-da. Deyəsən sınağı bu ilə hansı bəli. bu hansı cihaz idi? Heç nə, bu bir foto effektin müşahidə olunduğu bir cihazdır. Anod, katod olan. Bəli. Deməli, çıxış verilib bizə 2.5 elektron volt. Burada. Bunu çox normal yaza bilmədik də. Bir dənə vakuum diyodunda müsbət mənfi birləşir, yoxsa Anlamadım icid. vakuum diyodunda katod müsbətə qoşulur, yoxsa mənfiyə? Mənfi. Bax, düz keçidlərdə hər zaman katod mənfi, anod müsbətə qoşulmalıdır. Bəs bunların hamısında müsbətə dahil hə? Baxaq. Bəli, rəis, bu katodun özünün bir şeyi yoxdur. Bu kimyadan bəzi şeyləri əlaqələndirirsiniz. Dediyim kimi, baxın, katodu hər zaman mənfi qütbə qoşuruq, anodu müsbət qütbə qoşuruq. Düz keçid olmaq üçün. Katodun heç nəyi yoxdur. Sən nəyə qoşsan o olacaq. Kimyada nədir ki? Bəli, bəli. Bir qaydaq burada icid. Deməli, çıxış bizə verib 2.5 elektron volt və metalın üzərinə 5.2 elektron volt enerjili foton düşür. Ampermetr qapalı dövrədə foto cəryanı şiddətinin sıfıra bərabər olduğunu göstərir. Bizə deyir ki, ampermetrin göstərişinin sıfıra bərabər olması səbəbi nədir? İndi biz burada, bu birinci sual olsun bunun. Burada artıq 3 dənə elə situasiya sualı bir yerdədir. Birinci sualda yazırıq ki, baxıram ki, E foton böyükdür A çıxışdan. Şərtdən görünür də bu. Deməli, fotoeffekt baş verir. Amma dövrə tərs qoşulub və tərs gərginlik U ləncidicidən böyük olduğu üçün cəryan yaranmır. Baxın, belə də Burada açıqlamalısınız. Şərt oxumasaydık deyə bilməzdik də, müsbətə qoşub yoxsa mənfiyə, tərsdir yoxsa düzdür. Əslində şərti oxumasan onu müəyyənləşdirə bilməzdin. Orada müsbət mənfi verməyib axı git. Versəm də məntiqsiz olar. Şəkildə Bəli, görərsən də hansı müsbət, hansı mənfiyə qoşulub. Axı sən qaydadan bilirsən katod mənfi, anod müsbətə qoşulmalıdır. Amma sən nəyə diqqət edirsən? Baxırsan ki, fotonun enerjisi çıxış işindən böyükdür. Özdə bir harca 2 dəfədən çox böyükdür. Fotonun enerjisi çıxış işindən böyüksə fotoeffekt baş verir. Yəni fotoelektronlar yaranır. Amma fotocəryan yaranmır. Fotocəryanın yaranmama səbəbi dövrənin tərs qoşulmağı və tərs gərginliyin ləngici gərginlikdən böyük olmağıdır.
Məsələn, ikinci sualı həll edeyim, 2-dən bir şeyi də hesablayacağım. İkinci sualda kinetik istəyir. Y kinetik nəyə bərabərdir? Y foton çıxılsın, A çıxış. Yəni 3.2. 5,7 çıxılsın 2,5. Bu da verir 2 tamonda. Yoxsa 3 tamonda. 3.2. 3,2 elektron volt. Bu oldu kinetik. İndi ləngidici gərginliyi tapsam, bu saxlayıcı bərabərdir. Y kinetik bölünsün Y'dir. Yəni 3,2 elektron volt bölünsün Bir Y. Bu da volt. verir 3,2 volt. Bax, Aha. buradakı bu tərs gərginlik var ha. Bu 3,2-dən böyükdür. Məsələn, -3, -4-dür. Artıq imkan Burada vermir mən elektronla burada kinetik Hə. kinetik elektrovolt saxlasaq, yəqin yarı bal zad verər də elə. Heç bir yarı bal falan verməz. Demək ki, kinetik joule hesabla. Sonra axırıncı sualda deyir ki, foteffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğunu tap. Üçüncü sualda da yazırıq ki, A çıxış bərabərdir. HC böl lambda maksimal və buradan lambda maksi tapanda HC bölünsün A çıxış. H-ı verib 6,4 vurulsun 10 üstü mənfi 34. S 3 vuraq 10 üstü 8. A çıxış da 2,5 vurulsun 1,6 vuraq 10 üstü mənfi 19. Elektron voltu idi. İndi 6,4'ü 1,5'e böldüm. Daha doğrusu 1,6'ya böldüm. Burada kaldı 4. 4 dəfə 3'üm 12. Aşağıda 2,5. Bir də deməli 19 yuxarı çıxır. Bu verir 27. 34'dən 27'sini çıxanda 7. Üstü mənfi 7. mənfi 7. 12'ni 2,5'e böləndə deməli 4,8. 4,8 vurulsun 10 üstü mənfi 7 metr. Ya da 480 nanometr. Bəli. Bir dəqiqə səbr eləyin. Mən bunun simulyasiyasını açım, təcrübəsinə bir yerdə baxaq. Çünki çox qəşəng sualdır həqiqətən. Şəkli anlamadım yani. Şəkildə nə anlamadın necədir? Orada voltmetrdir də öyle. Bəli. O Mən hara rəostat niyə qoyulur? var orada? Reostat sadəcə elə bir gərginlik, daha doğrusu daha doğrusu potensiometrdir. O reostat deyil. Gərginliyi artırıb azaltmaq üçün. Bu şəkil nədir ki? Hansı şəkillədir? Git yuxarıdakı yoxsa aşağıdakı? Aşağıdakı. Bax, gözlə cihazların üzərindən gedim. Bu fotoeffektin aparıldığı cihazdır. Katod, anod. Bu voltmetrdir. Bu ampermetrdir. Bu da potensiyometrdir. Yəni gərginliyi artırıb azaldan bir cihazdır. Hı hı. Bildin? Voltmetr hara qoşulur? Voltmetr bu potensiyometrə qoşulub. Oradakı gərginliyi müəyyənləşdirmək üçün. Paralel qoşulub o. Bəli. Baxın, indi fotoeffektin müşahidə olunması üçün mən bura öncə bir düz gərginlik verirəm. Məsələn, gərginliyi götürmüşəm 2 volt və cəryan şiddəti, ya daha doğrusu işığı göndərdim. Fotoeffekt baş verdi, elektronlar qopur, hərəkət eləyir, gedir anoda çatır və cəryan yaranır. Bu dəqiqə cəryan 0,141 amper cəryan keçir buradan. Foto cəryandır bu. İndi mən gərginliyi tərs qoşsam, baxın, hal-hazırda tərs qoşsam belə, yəni katodu qoşmuşam müsbətə, anodu qoşmuşam mənfiyə, amma yenə cəryan keçir. Niyə cəryan keçir bilirsiniz? Çünki buranın o tərs gərginliyi ləngidici gərginlikdən kiçikdir. Amma elə bir qiymətə çatdıra bilərəm ki, artıq keçə bilməz. 5'te biri. Ya bilirəm, o hələ o prosesin bayaqından, əvvəlindən qalanlardır. Bu birlərinə bax. Hı. Elektronlar gedib anoda çata bilmirlər. Az qalmış. Tam qırağırlar yaydılar. Hı. Biraz da Yəni kömək eləyin. səncə kömək eləyərəm onlara ged. İndi tərs gərginliyi o qədər çoxdur ki, qopan elektronlara baxın. Baxın, fotoeffekt baş verirmi? Fotoeffekt baş verir. Çünki fotoeffekt nədir? Hə, İşığın təsiri ilə metaldan elektron qopmağı. Elektronlar qopur. qopur. Amma foto Amma bu cərəyan başlayır. elektronlar gedib anoda çata bilmir. Heç qopmaya bilər mən. Əlbəttə qopmaya bilər. Əgər bunun çıxış işini böyük götürsəm, все, qopmadı. Hı. Hə. İndi başqa bir şeyə baxaq.
tezliyi artıraq. Axı tezliyi artırmaq fotonun enerjisini artırır və elə bir hala gətirə bilərəm ki, dövrə Bu tərs halda belə qoşula belə, çəkəcəklər. bəli, gedib çata bilərlər. Hələ çatmırlar var. Yenə bir az qalmışdı. Ucundan da. İndi çatacaqlar. Məsələn, topluya təzə əlavə olunmuş sual var. Dövrə tərs qoşulub. Deyir ki, nə edə bilərik ki, fotocəryan yaransın? 1. Katodu Fiziği ışığı kiçik olan başqa metalla əvəz edərik. Bu bir. İkinci, düşən işığın tezliyini artırarıq ya da dalğa uzunluğunu azaldarıq. Ha. Kinetik artırır. Bəli. Elektronlar dala qayıdan vaxtı tez onları almaq olar. Tutmaq istəyirsən elektronları get. Yəni də hər bir şey olar yoxsa Yox, elə bir şey Mən bir də 58-ə Gözlükləri qayıtdım. qalmışdır. qayıtdım 58-ə. Hə. Ekran görüntüsü götürür. Gözdə belə götür. Yuxarıda mən də düşüm də. Hə, bəli. Deməli, 59. Fotoeffekt üçün cəryan şiddətinin katodla anod arasında gərginlikdən asılı qrafik vermişdir. Udulan fotonun enerjisi bu qədərdir. Katoddan çıxış işini hesablayın. Yenə bilirsiniz ki, bu qrafiklərdə sizin üçün ən önəmli olan nöqtələrdən biri budur. Bu saxlayıcı. Yəni saxlayıcı gərginlik 2 voltdur. Mənfi götürmür ya, müsbətdir. Və buradan çıxış için tapmaq istəyəndə yazırıq A çıxış nəyə bərabərdir? Y foton foton çıxıyor. çıxılsın, Olsun YU. Y foton sadəcə yerindədir. Yəni elə E foton kimi saxladım, amma çıxılsın EU. Yox, saxlayıcı. Bu verdi 6.8 vuraq 10 üstü mənfi 19. Çıxılsın. Tamam. 2 vuraq 1.6 vuraq 10 üstü mənfi 19. Tam onda 2 vurursun son. Tamam 6.8-dən də 3.2-ni çıxanda qalır burada 3.6. Düşdü. Vuraq 10 üstü mənfi 19 joule. Bəli. 60-cı sual. 2 h-nı çıxaq nü minimal bölək v kvadrat. Əslində bunun kütlə olduğu görünür, amma əlaqələndirək. Kinetik enerjinin düsturundan bilirsiniz ki, m v kvadratı bölü 2-dir. Bu da nəyə bərabərdir? H nü çıxılsın nü minimal. Ya da ki, elə ikini saxlayaq burada, belə olsun. H nü çıxılsın h nü minimal. Eyni şeydir onsuz da. 2 nə idi daha doğrusu bu formada. İndi biz buradan m-i tapası olsaq, m bərabərdir. 2 vurulsun. H-nü çıxılsın H-nü minimal Y2-ni V kvadratıdır. Bəli. Ya bu bilirsən nə deməkdir? Elə bil ki 2 vurulsun Y foton çıxaq A çıxış bölək V kvadratı. Ha. Yes. Bu fotoelektronların kütləsidir. 61. Fotoeffekt üçün cəryan şiddətinin katodla anod arasındakı gərginlikdən asılı eyni sual deyil bu. Çıxış işi. Yoxsa yox. Yox, dalğa uzunluğunu verib. Udulan işığın dalğa uzunluğu 3 vuraq 10 üstü mənfi 7 olarsa çıxış işini hesablayın. Deməli buradan yazırıq A çıxış bərabərdir yenə. Y foton çıxılsın. Y kinetik. Y fotonun yerinə yazırıq HC bölü lambda. Y kinetikin Dalga. yerinə YU. 6.6 vuraq 10 üstü mənfi 34. Biraz həlli uzun da bunların. 3 vuraq 10 üstü 8. Lambda verib 3 vuraq 10 üstü 7. Özdə mənfi 7. Çıxılsın EU-dakı 1.6 vuraq 10 üstü mənfi 19 vurulsun 2. Tam onda 2 vurursun. 3.4 qalır. Baxaq. 3 ilə 3 getdi. Burada qaldı 6.6 vuraq 10 üstü mənfi 19. Çıxılsın 3.2 vuraq 10 üstü mənfi 19. O da verir 3.4 Tamam. vuraq 10 üstü mənfi 19. Bəli. Yenə fikir verirsiniz. Hesab uzun olsa belə Məhəmməd rəqəmləri ilə verir ki, rahat şəkildə vurub bölmək olur. Yenə də adamın həvəsini oldu. 62. Bugünkü sualdır və qəşəng. Bəli. Deməli, bizə deyir ki, metalın üzərinə dalğa uzunluğu lambda olan işıq salındıqda qopan fotoelektronların maksimal kinetik enerjisi çıxış işinə bərabərdir. Biz hələ sualın birinci hissəsini həll edək. Buradan yazıram fotonun enerjisi üçün Y foton 1 bərabərdir. HC bölünsün lambda və burada Y kinetik bərabərdir A çıxışdır. Onda mən yazıram Y foton 1, yəni başlanğıcda foton enerjisi bərabərdir. Y kinetik 1 üstəgəl A çıxış. Baxın, bu ikisi bir-birinə bərabər olduğu üçün mən bunu eşqin 2A çıxış yaza bilərəm. Yazsaz bəli olur. Yəni də bura görə icid.
İndi biz nəyə diqqət edirik? Baxırıq ki, fotonun enerjisi bu düstura görə lambdadan nə tərəfdədir? Tərs. Tərs asılıdır. Onda yazıram ki, Y foton 2 bərabərdir. 2 dəfə Hadisə artırır da bölək 3 dəfə bölünür. 0.5 lambda doğrudur. Bu nə verir? 2 Y foton 1, yəni 4 A çıxış. Onda mən ikinci halda kinetiki Bəli, bir də tapsam. deyə bilərsiniz o 2-ni HC bölünsün 0.5 lambdadan sonra. Digit, HC bölü lambda bizə nəyi verir? Aha, Y foton 1. Bəli, Bunda 0.5'e böləndə 2 verir də reis. bəli. Onda Y kinetik 2'ni tapanda Y kinetik 2 nəyə bərabərdir? Y foton 2 çıxılsın A çıxış. Çünki eyni metaldır, çıxışı dəyişə bilməz. Və bunları yerinə qoysam, 4A çıxışdan çıxıram A çıxışın, bu mənə nə verir? 3A çıxış. Sizdən istəyir ki, kinetik enerjinin çıxış ilə nisbətini tap. Yəni, Üç Y dəfə. kinetik 2 bölünsün A çıxış, bu da bərabərdir. 3A çıxış bölək A çıxış, cavab oldu 3. İmdə də belə sual var idi 40 manatlıqda. Bəli. Amma orada belə deyil, Digit. Bilsə nətər idi? Orada neçə dəfə çoxalar idi. Neçə dəfə yox, nə qədər artar deyirdim. Ha, bəli. Məsələn, deyirdi ki, Sınavda var idi, mən məsələn, bilirsən. lambda olanda gərginlik deyir ki, 5 voltdur. Mən də unutmuşam da neçə volt olduğunu. Hı -hı. İndi gərginliyin düsturu nədir? U bərabərdir axı Y kinetik bölək Y-dir. Bəli, 3 dəfə 15 volt. Birinci halda eşqin yaza bilərsən ki, U1 bərabərdir A çıxış bölək Y. Axı A çıxışa bərabər idi. İkinci halda yazırsan ki, U2 bərabərdir 3A çıxış bölək Y. Çünki 3 dəfə çoxdur. Bu da nə olur? 15 volt. Amma Bəli. bizə deyirdi ki, nə qədər artıb? 10 artıb. Həmin vaxt dərsi bilmirdim. X-dən Y-dən işləmişdim, düz çıxmışdı. Gitsin. Müəllim, mən bayaq dedim U2 3A çıxış bölüyə, amma hardan gəldi? Amma bilmirəm. Anlamadım Ecid. 3A çıxış bölüyə U2. Ecid. Ümumiyyətcə onun düsturu nədir? Bəli, Y kinetik bölüyə. Bərabər oldu. İkincinin A çıxış kinetiki də bölüyə. 3A çıxış deyil, reis. Bəli. Y-yə bölürəm də bir dənə. Y-yə. Bəs Ecid, kinetik enerjinin belə bir düsturu var. Yazıram Y kinetik bərabərdir. YU. Buradan U nəyə bərabərdir? Ha, Y Y kinetik kinetik böl bölüyə. Y. Hı -hı. Bəli. Birinci halda kinetik A çıxışa bərabər olduğuna görə yazdım A çıxış böl Y. İkinci halda 3A çıxış olduğuna görə 3A çıxış bölək Y. Bəli. Bildim. Kinetik enerji 3 dəfə artıb. Kinetik 3 dəfə artıbsa, deməli gərginlik də 3 dəfə artıb. Amma 3 dəfə artmaq, burada baxıram ki, nə qədər artmaqdır? 15-dən 5-ə çıxıram, 10 artmaqdır. Bəli. Yenə maraqlı və asan suallardan biridir. Hansı maddə üzərinə enerjisi 3.2 olan foton düşdükdə fotoeffekt baş verər? Cesium, Buna kalium. diqqət eləyin ha, Özünə verməz də kiçik deyil. olmalı. Tamam, buradan yazıram ki, Y foton böyük bərabərdir, A çıxış şərti ödənməlidir. 3.2-dən kiçiklərə baxırıq. Seziumda müşahidə olunar və Kalium. kaliumda müşahidə olunar. Yuxarıdakı sualdır zaten bu. Cədvəl formasına verib sadəcə. Bəli. Yəni cavab 1.8 sezium və kalium D variantı. D variantıdır. Olar Nuray, yekunlaşdıracağın olsa az qalıb. İndi 60. Hı -hı. Fotoeffekt zamanı udulan foton enerjisi çıxış işindən 3 dəfə böyükdür. Yazıram ki, Y foton bərabərdir 3A çıxışa. Fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Deməli, Bəli. buradan Y kinetiki tapsam, Y 2A. kinetik nəyə bərabərdir? Çıxış. Y foton, bəli, Y foton çıxış. düzdür. 2A. Y fotonun yerinə 3A çıxış, çıxılsın A çıxış, cavab oldu 2A çıxış. Bəli. Və burada başqa bir sual növü barəsində qalsaq. Bu şərti verib sizə deyər ki, nü bölünsün nü minimalı tap. Siz bilirsiniz ki, kəsrin Yəni, sürət Y foton məxrəcin bölünsün eşqin eyni bir şeyə vurmaq olar. Haşa Bəli, vur, haşa H-min vur. minimal. Onda bu mənə verir Y foton bölünsün Aşağıda A çıxış. çıxışı. O da 3. Y fotonun yerinə 3A çıxış bölünsün A çıxış cavab oldu 3. Və belə bir şey yaza bilərik düstur olaraq. Yaza bilərik ki, nü bölünsün nü minimal. Y Bərabər. foton bölünsün Lambda çıxış. maksimal bölünsün lambda. O da bərabərdir. Y foton bölünsün A çıxış. Lambda bizə maksimal bunlardan- oldu. Lambda niyə oldu? İcid o da o formadadır da. Çünki E foton HC bölü lambdadır. O birisi də Aha. HC bölü lambda maksimal böləndə tərsinə döndür, yuxarı qalxır. Bəli, bəli. Bəli, bildim. Mən bizə maksimum belə suallar düşər də yəqin ki, bunlardan Bəli, fərqli başqa nə bilməz. görəcək İcid? 65.
Tezliyi bu qədər olan fotonun impulsunu hesablayın. Deməli, foton impuls düsturunu yazsaq, P bərabərdir. Şimdi H bölürəm. nü bölünsün S'dir. H-ın yerinə 6,6 vuraq 10 üstü mənfi 34. Sonra deməli nünün yerinə 3 vuraq 10 üstü 14 və bölünsün S. Yəni 3 vuraq 10 üstü 8. Bunlar getdi. variant. Buradan B variantı. 6 vuraq 10 üstü mənfi 28. 28. Siz necə suallar düşməz dediniz müəllim? Relativistiklə bağlı olan suallar. Bax, qəşəng Aha. suallardan biri. Bizə deyir ki, fotoeffekt zamanı o şeyə düşən daha çox bu sual idi. Buydu da elə demin sınağına gələn sual təqribi. Bəli. Bir Bəli, deyəsən orada 5 Elə dəfə budur, artırmaq budur, bəli. yazılır. 2026 yazdım. Fotoeffekt zamanı düşən fotonların enerjisi fotoelektronların çıxış işindən 2 dəfə çox olduqda saxlayıcı gərginlik bu qədərdir. Yəni yazırıq ki, fotonun enerjisi bərabərdir 2A çıxışdır. Bu birinci fotondur. Belə olanda mən U'nu tapsam, U nəyə bərabərdir? U bərabərdir Y kinetik bölünsün Y'dir. Y kinetikin də yerinə yazıram Y foton çıxılsın A çıxış böl Y. Deməli 2A çıxış çıxılsın A çıxış böl Y. Buradan alıram A çıxış böl Y bərabərdir. Neçədir? 2 volt. Hı. Bu birinci gərginlikdir Məhəmməd. Başlanğıcda verilən. Bəli. Sonra bizə deyir ki, düşən fotonun enerjisini 3 dəfə artırdıqda artıq Y foton 2-ni mən 6A çıxış götürə bilərəm. 3 dəfə bəli. Onu, Sinifdə 5 A çıxış. bəli, U2 bərabərdir. Artıq Y foton 2 çıxılsın A çıxış bölək Y. 5 Deməli A çıxış 6A çıxış çıxılsın A çıxış bölək Y. Bu da verdi 5A çıxış böl Y. Yəni 8 5 volt. vurulsun 2 cavab oldu 10. Başlanğıc 2, sonuncu 10'dur. Bizə deyir nə qədər artıb? Bu 2-dən U1-i çıxırıq. 10 çıxılsın 2 cavab olur 8 volt. 8 volt artıb. Birinci halda fotonun enerjisi çıxış işindən 2 dəfə çox idi. Ona görə bu U1-i bu formada tapdım. İkinci halda artıq dedi ki, fotonun enerjisini, özü deyir fotonun enerjisini 3 dəfə artır. Fotonun enerjisini, ya da siz bunu başqa cür nətər deyə bilər. Düşən işığın tezliyin 3 dəfə artır. Yenə enerji 3 dəfə artır. Ya da dalğa uzunluğunu 3 dəfə azalt. Belə olanda fotonun enerjisi 3 dəfə artdı oldu 6A çıxış. Və U2-ni tapanda artıq Y foton 2 çıxılsın A çıxış böl Y-dir. Yəni O da 5A belədir. çıxış böl Y. A çıxış böl Y 2-dirsə 5A çıxış böl Y 10'dur. 2-dən 10'a getdi, 8 artdı. Ben 67. asıl değil. Hansı qrafik vermiş metal üçün fotoeffektin qırmızı sərəduyun dalğa uzunluğu düşən işığın dalğa uzunluğundan asılı deyil. Lambda max heç nədən asılı deyil. Bəli. Lambda max, nü minimal və A çıxış. Bunlar metalın növündən asılıdır. Verilmiş metal Bir-birindən asılıdırlar nəsə. Bəli, bir-birindən asılıdır. Çünki A çıxışın düsturu HC bölü lambda max var ya da H nü minimal var. Ben axıncıya da baxsaq olar, o birisi dərs başlayacaq. Hı hı. Deməli, metalın üzərinə enerjisi bu qədər olan fotonlar düşdükdə qopan fotoelektronların kinetik enerjisi bu bayaqki sualda onsuz da bu qədərdir. Səthindən çıxış üçün elektron voltla hesablayın. Öncə A çıxışı tapsaq, A çıxış bərabərdir. Y foton çıxılsın Y kinetik. Yəni 7 vuraq 10 üstü mənfi 19-dan çıxırıq. 3 onda 8 vuraq 10 üstü mənfi 19. Gəlir Da verir. tamamda. 3,2 vuraq 10 üstü mənfi 19 joule. Onu da elektron volta çevirəndə 1,6 vuraq 10 üstü mənfi 19-a bölürəm. Cavab 2 elektron volt. Yenə var dərs. Bundan yekunlaşdırdıq.